Bəlkə sən nə tez evlənmirsən, tez evlənməmişəm. Tacizdə mən 4 yaşında məktəbə gedib. Yəni 15 yaşında universitetə girmiş bir insan olaraq. Həyata çox tez atılmışam. Yəni bugün də Taciyə xanımla bir yerdə işləyirəm. Logosda bağça müəlliməsi işləyirəm. 4 yaşında 4 yaşında məktəbə getmişəm. Bəli. Necə olub bu? Azərbaycanda qanun yoxdur. Qazaxda oxumuşam, 2-ci şıxılda, Krasnosda. Maraqlı. Orada getmişəm. Hətta mamam deyir ki, kitablar o qədər böyüymüş ki, sumkanı atırmışam çiynimə, deyir, yeriyirdin, yıxılırdın, sumka belə düşürdü. Yəni o dərəcə. Amma yəni əlaçı qutarmışam qırmızı atestatla. 9 illik, 11 illik, universitetdə həmçinin Şıxlı, birinci şıxlı, ikinci şıxlı. ikinci şıxlı. Həyata tez atılmışam, arzularım çoxdur, xəyallarım çoxdur özümlə bağlı. İnşallah da nail olaram. Sizi tanıdığıma çox şad olum hər birinizə. Oğlumun 3 yaşı olacaq inşallah. İnanın ki, başarılı olur. Yəni indi o qanun olsa mən də qoyardım. Çünki mən özümdən çox fəxr edirəm ki, o vaxt məktəbə getmişəm. Yəni belə həyatda nətər deyim, dikəm, bacarığım var. Mənim yaşımdakılar hətta evdə yatırlar. Amma mən bir ana, bir iş qadını. Uğurların bol olsun. Çox sağ olun. Xeyirli uğurlu olsun. Sağ olun.